Demək kantindəyik dostlar. Xədicə, Şəbnəm. Zaten tanıyırsınız. Nəsrin, Mehri, bunlar tanıyırsınız. Bu qızlar... Aha. Bu qızlar vlogumuza ilk dəfə olacaqlar. Və Dilşad. Bu qədər. Ay Gülarə. YouTube kanalıma düşmək istəyirsən? Gəl. Salam dostlar. Salam dostlar, hər birinizi salamlayıram. Züleyxanın kanalına abunə olub, like etməyi unutmayın. Bu Gülarədir. Mən bu Foundation 2-dən foto kuruluşumdur. İstəsin sən də Gülarə xanım. Təsvirincə sənət verməliyim. Zakaza gəlməkdən, uşaq hazırlaşdırıram. Əsas sənətdən. Kim istəyir biləcək də, kursumun adı Gülü Art. Hal-hazırda 5 olacaq şeyin, 5 son olacaq şey istədim. Manifest 0-5'də. Bəlkə, amma əsas sənət müəlliməsi olmadı. Çiynlərimdə ulduz olub, bilmək olmaz. Nədə keçsən çıxma. Əslində xəyalım polis olmalıydı. Birinci Avropanın polisi. 2 hours later. O gün hava çox qəşəngdir dostlar. Universitetimizin havası çox gözəl. Günlü, günəşli. Universitetin It is sunny. Çoxdur. It is. Yes. Güllü müəllim haqqındakı düşüncələri məncə yaxşı müəllimdir. Çox sevirəm. Xasiyyəti olsun, uşaqlar stimul verməsi olsun. Ne deyim belə, çox yaxşı müəllimdir. Yəni uşaqla necə davranmaq lazımını bilir məncə. Güllü müəllim. Güllü müəllimə yaxşı müəllim yoxdur. Hələ aslan verir, amma belə dərsi keçmə forması tosun anamın dərsi keçməyinə oxşuyur. Uşaqlarla mırtaşa keçir. Çox da dəymir, dolaşmır, ona görə yaxşıdır. Yıxmağa qoysa yəqin 10 verər. 9 verərdim. 6 puan. Bu bizə biraz kadr yıkaq. Hə dostlar, bugün universitetdəyik. Çox önəmli bir fakt. Aha, kimyadan. Universitet 3-cü gündür deyə adam az olur. Kimya dərsindəydik. Fasiləyə çıxdıq. Bundan sonra təhsilə giriş dərsimiz var. Mən Nazımı çox seçildim, onu çox istəyirəm. Nazımı seçməsi çox sevmərəm. O biriləri nə edir sənə? İstəməm Nazımı seçildim. Neynəmədim? Adam matmasaya kim daha? Ayda mənə seçildi. Hansı müəllim səni sevməyib? Bu qədər boş-boş arqumentlər. Bu gerizekalılar uşaqlar. Bir müəllim əgər sizə prinsip aparmırsa, Ayda bunun mənim heç bir sevməyib. sorunu yox. Hə, midtermlər haqqında nə düşünürsən? İndi hazır deyil də mən hazırlaşmamışam. Prosta indi uşaqlar biraz spoiler verdi, ona hazırlaşıram. Aferin. Sən nə düşünürsən? Deyəm hazırlaşmışam. Öyle deyirəm yaxşı olar. İnşallah. Bir də mən hazırlaşmamışam. Mən bilmirəm nə olacağını. Həmişə bilmədim, heç bir də bilmirəm. İnşallah. Bəli, yol imtahanına 33 bal ilə şəxsiyyət olaraq demək istəyirəm ki, bu imtahan dinləmə çox pis idi. Dinləmədə heç də başa düşmədim. Dinləmə yox, rep. Müəllimimiz gördü, mən bilmirəm. Mətin, deməli dostlar, demək ki, diqqətlə qalın. Sizdə çox sınıf idi, yəni hamısı su kimi yazdı. Məncə də. Mətin də əla yazdı. Məncə də səncə. İndi müzik var. Salam verəm. Good evening. İngilis dili imtahanından çıxandan sonra. Mən də. Yasan yox, ay tək sakitəm. Dinləmək heç başa düşmədim. Yəni bir dənə cümlə başa düşmədim. Bizə bax danış, hörmətsiz olma. Mətin yaxşı idi mənim düşüncəmdə. Sadəcə misal düşünürəm. O da mənə aid sual idi. Mənə şəxsən sual idi. Mən ona oradakı mən şəxsən sual qəbul edirəm deyə cavablandırdım. Halımda yox demişdi. Mən özürüm ya. Oy sən canavarsan da sən. Sən də canavarsan. İnşallah. Oxumadığım üçün çox çətinlikdi. Sözləri bilirdim bir dənə. Onu da ikisini səhv yazmışam bilə-bilə. Dinləmədən yəni ki, rep tanışıyordum. Düz bəli, rep idi. Sonra writingdə şey düşdü. Oxumadığım düşdü. Childhood. Mən childhood'da sizə heç Can, düz deyil. İnşallah kəsilməz. Amin. Amin kəsilməz inşallah. İndi bu hamısına qulaq asmış bir şəxs olaraq deyirəm ki, Kəsəcəm. bunlar indi ağlayırlar ha. Bunlar ağlayırlar. Axırda hamıdan yüksək yığacaqlar. Ağlayanlardan qorxun.
keçənki Tək elə olsun. bütün təcrübələrim buna ki, anlayanlarda Yazdı. Да, я такая. Rus dilində də, rus dilində səndə. Да, на лестнице было очень плохими, ничего не было слышно, но Da. да, ридинг был смешанным так, потом что было? Слова были очень нормальные, можно было написать. И Нормально, и нормально. эссе попалось то, что я учила. Spasiba. Спасибо, пока. ehtimal ki, səhv çıxacaq. Esseni azma qədər yazdım. Mətndə çox sağ olun, yazmadım. oldu. Çox sağ ol. Sözləri yaxşı yazdım. Çox sağ ol. Mən buradan demək istəyirəm ki, xahiş edirəm. Biz tələbələri əsas pullu da oxuyan məni nəzərə alsınlar ki, heç asan olsunlar istədiklərini. 49 dən izləyicimin heç biri bu işə bir dərman Mən hərəsi bir olmayacaqlar. amin yazar mənə. Bunları eşidənlər bizim keçməyimiz üçün amin yazsınlar. Əsas da mənim. Gülarə Mən də çünki Züleyxa. pulluda oxuyur. Çünki pulluda oxuyur. Üstünü soruşmayacağım. Kütle defekti ne? Buna Xədicə ilk bubble tea deneyimini elədi. Heç cürə gözlədiyim kimi deyil. Tövsiyə edirəm. Bunu almışdım. Çox iyrəncdir. Çox iyrəncdir. Almayın bu renk. Bu bubble'lar olan ümumiyyətlə almayın. Bu kafedə biraz okeydir. Bu Zeynəbinkidir. Zeynəb mənimkini bəyəndi deyə dəyişmədik. Zeynəb sən nə düşünürsən? Ben de dondurma tadı geldi. Zeynəbin ağız dadı olmadığını burada görürük dostlar topluca. Eyfapuldan. Peki bunun yanına en çok bu yarış. Bunun tadı yoktu zaten. Ne yarışsın? Tadı yoktu. Peki onların elinde çoktu. Satmak istiyor. Falan. Bu bubble'lar sakız bubble'lardır. Sakız bubble'lar hiç tatlı değil. Adı neydi bubble'lar? Tapioka. Tapioka. Tapioka çöptür. Meyveli bubble'lar var ha. Onlardan al. Mango favorimdir. Bu kadardı. Vloqa kadr çək. Evet. Neçə olmuşsan? Vloqa da deyil. Point. 11 points. Nedir? Züleyxa bizə bugün şəkərbura gətirir. Paklava gətirir. Ay Allah, ən yaxşı izləyicilərim. En sevdiğim Yeni Züleyxanın termosu, sumkası və Züleyxa kitabxanaya gedir. Dəyişilməyəcək bir aktivitem bu mənim. Yeni kitabxanalar mənə buna görə ödəniş Sürünür dostlar. Dünən Şəbləmlə kitabxanada sürüşən oxumaqdan başımı itirdiyimi kanıtlar sürünəndən sonra bugün də Xədicə ilə bugün də Xədicə ilə kitabxanada sürünürəm. Tarix oxuyuruq. Yuxudan duramamışam elə, ona görə qarşınıza belə çıxıram. Cam uçur küləyin əlindən. Tarix oxuyuram. Xədicə yuxusu gəlir. Hə. Oxanda 1 saat yatmışam. Düşünürəm kantində 1 saat yatmışam. Görək axı hara gedir. Qəşəng güclü oxuyur. Buradakı Üzeyx xanımın qeydərdi ki, ver. O nə deyirlər? Üzeyx xanımın qeydərdi ki, ver mənə ki, ala yaz. Bu qədər də yaxşı bir insanam. Bilməm, burada küləyin səsindən ola bilər ki, səsimiz gəlməsin. Bu da ola bilər. Gəlin sizə mənzərəmizi göstərim. Xəzərin kitabxanasının mənzərəsi. Mənim mənzərəm.
Video çəkmək istəyirdi və mahnı. Evlən mənim YouTuber olmağıma qarşıdır dostlar. Qarşıdır. Başqa açıqlama tapa bilmirəm. Məhəlləmizdə toy var. Toy seremonimiz bitsin, sonra sizə geri dönəcəm. Mən dostlar, kitabxana bağlandı. Bu Zeynəbdir. Tanış olun. Hə, bu Zeynəbdir və biz məhəlləyə gəldik. Salam. Yerlənmək istəyən? Olar ki, 2 dəqiqə biz yerlənək, sonra sən yerlənəsən. Çox sağ ol. Mən sənə xəbərləyəcəm, yaxşı? Çox sağ ol. Demək, burada bir qız var. Mənə deyir ki, Kaçerdən düş və mən minim və mən yerlənim. Mən də ona dedim ki, 1-2-3 dəqiqə gəlsin, o isə 1 dəqiqə tamamlanmamış gəldi. Və indi gözləyir. Əlləmək istəyəm videomuza. Əlləmək istəyən? Adın nədir bəs? Güllü. Nə geçək? Neçə yaşın var? 5. Məktəbə getmirsən? Gedirsən? Hazırlığa? Nə yaxşı, sevindim. Məndən niyə soruşmursan, hara gedirsən? Məndən soruşmursan, hara gedirsən? Maraqlı deyil. Hər zamanki kimi Xədicə bizi yenə də şımardır. Allah razı olsun Xədicədən. Xədicənin tekstinə puan. Yenə də sən daha haqqında danış. Sən çox bir dənə sən bütün dünyada mən haqqında danışıram. Vallahi danışmamışam. Niyyəti o da. Demək dostlar, Məsrlə aynı bir qarşılaşmamız nəticəsində 10 saniyenin içərisində. qərar verdik ki, marajına yerik və Məsrən bunu TikTokda zaten hardasa bir yerdə görür və dedi ki, Uşaqlar, Algidanın o topçuklu dondurmasıdır. aha, indi tadım eləyəcəyik. Bir hava yaxşı. Sən elə ona uyğun bir şey deyəcəm. Hələ mən ortasını yeməmişəm. Ora maraqlıdır. İlk baxışda elə bir şey deyil. Avuca gəldin ora. Hə. Hə. Şokoladın dadı necədir? Baxın, belə mən də burasına gəlirəm, amma buranın yey onda şafırız. Az düşən. Nə olacaq? Şey düşür, çok düşür. Az ne düşür? Sarı koymuşsun. Gördüm. Gördüm. Arzu sərpənmə ya. Telefon düşəcək. Hə. Mən dostlar, bizim Şəbnəmlə yenə bəs macəralarımız. Saçları səhərdən yox, axşam işini durmuşdum. Səhərdən qədər qalmışdı. Nə oldu? Yaş oldu, yağış oldu. Hə, heç nə belə tarix dərsindəyik. Müəllim uşaqlara qiymət göstərir, prezentasiya elədilər. Belə, başqa nə danışaq? Arıqlamısan. Yorumlarda yazın. Birinci semestr vloguna baxın və indi gəlin Şəbnəmə baxın və deyin ki, Şəbnəm arıqlayıb yoxsa yox. Bu vlog kaça yayınlanacaq, kaça izləyəcək? Bu vlog iyun ayında yayınlanacaq, mayın axırı. Yox, nə alaka? Mayın yox, mayın ilk həftəsi yayınlanacaq. Mən nə qədər çox kamera oynayıram bu videolarda. Sabah kimdən bitiyorum? Hə, sabah bir gün. Sabah oldu. Hayat şaşırtır hep zaten. Ben bittim ben giderken. Hələ baxdım. Neyse, hazırım arkadaşlar. Siz doğru bir gündü. Bir gün düşünmüştüm, bilmem niye. Neyse, boş ver. Bugün prezentasiya eləyib. Sən, Həlimə. Həlimə neçə bal gözləyirsən? Mənə neçə bal verəcəksən? 8. Mən də 8 düşünürəm. Baxalım neçə çıxacaq. Və müəllim 10 bal verdi Həliməyə. Hə, mənim çox bölməm. Həliməyə müəllim 10 bal verdi. Və Həlimə dedi ki, 6-7. Məncə haqlardı çünki bölməm. Bəli. Təsəvvür gələcəklər, bu da tövsiyə verik səxəmənlə bağlı. Siz zaten tarix dərsi keçəcəksiniz. Tarix götürsəz, özünüzü parçalayın və Söhrab müəllim götürün. Okay. Söhrab müəllim dünyanın ən yaxşı, Söhrab müəllim dünyanın ən yaxşı müəllimidir.
Dostu çəkənmə müəllif hüquqları var, müəllimcilər. Mənim çox yaxşı müəllimdir. Həqiqətən pamuk gibi bir insan. İcad. Götürün sonra mənim. Əyləncəlidir, maraqlı dərs danışır, izah edir, dərslərdə sıxıldığımız vəziyyətlərdə düz bildirməyi bacarır. Uzundan. Bir də ən önəmlisi müəllimin səsi adam özünə təsir edir. Dərsə qulaq asmağı məzun edir. O tarix müəllimi var verir. Bəli, məncə də. Əsl tarix çox sıxıcı fəndir. Bundan hamımız həmfikirik. Tarix çox sıxıcı fəndir. Amma sonra mənim keçəndə yaxşıdır. İşte sıxıcı gəlmir adama. Belə qatılırsınız. Neyse dostlar, bu kadar. Demək indi Afaq Tağlı bizə sonra mənim haqqında fikirlərini bildirəcək. Biraz yüksək tonladı, azıcık. Vicdanlı insanlar əslində belə. Necə insandır? Vicdanlı. Vicdanlı, hə. Onu çox sevməyim bir yeri də var ki, mənim yazan azı sevimli müəllim olan heybətli müəllim oğludur. Probkada konsultasiya. Birdən çox üzgünüm ki, mən vloqa qoymurdum və bir daha ondan ilk tanışlığımız. Və mənim ev yoldaşımdır. Bu kadar. Kimya imtahanı hazırlaşırlar. Günay, Günay. Neçə gözləyirsən kimya imtahanı? 25. Artiste bak, kitab indi açılıb bizi. Yazarım, bakarsan. İnşallah. Yol əsla açılmır. Bu kadar. Bittik, bilgilendim. Sağ olun. Mənası sevincini sevən Bugün Gülarə xanımın kombinini çəkirik. Marka nedir Gülarə xanım? Siz geymişəm biraz, yəni. Hər dərsim var, tələsdim. Bizə marka, link. Altta linki yerləşdirin. Vlogma düşmək istəyirsən? Yes. Sən bunları niyə görmür belə pis çıxmaz? Hələ midterm vloglar çəkirəm. Midtermlə bitsin sonra. Hə. Bu Aygül'dür. Mənim fotoq yoldaşım. Çox qəşəng qızdır. Siz elə düşünürsünüz yəqin ki. Sağ olun, çox sağ olun. Məndən balda var. Sən çox təriflədin. Nə durdu biraz Aygül tərifləyib. Aha. Başqa nə danışmaq istəyirsən Aygül xanım? Çox sevirəm bu universiteti. Son balqa baxdı. Bəs bu balqa bax. Onu çox çəkmişəm. Bütün vloglarım Şəbnəmdir. Allah haqqı Şəbnəm. Yenə Şəbnəm, yenə Şəbnəm. Salam. Dünənki səsim inşallah düşər. Biraz yüksək səslə danışım. Dünənki İsmail oturumuzdan sonra siz bu vloga baxmısınız. Çünki bu vlog sonra şey olacaq, paylaşılacaq ama siz İsmail vlogumuza baxmısınız. Başım davul gibidir, davul gibi. Davul gibi kelimesinin hərfi açıq olması mənəm. Şəbnəm və Zeynəb kitabxanaya gəlmişlər və mənə dedilər ki, mən də gəldim. Şəbnəm, Zeynəb, bu qızlar imtihana hazırlaşırlar. Mən də gəldim imtihana. Düz şübhəli. Belə baxıram ki, bunlar məndən daha çox yorğunlar. Elə bir dünən gəzməkdə olan mən deyiləm. Zeynəb biraz depresiyalarda. Səbəblərini sizə deyə bilmərik. İcazə vermir. Ağlayacaq indi biraz üstünə getsək. Ağlama yaxşı. Gidəsin böyle. İşte belə. Sənə nəsə demək istəyirsən? İnanmaz. Sərsə durub. Hiçbir şey yapmışım. Güneş kremi vurup gelmişim. Bilmiyoruz ki Çat olamıyor. Hiç kim inanmadı ya buradan. O zaman biraz kompleks savaşırdım. Çok önemli. Çünkü 82 neferden maksimum 20'si falan bakır buna yani. Hiç video ahıra kim bakmayacak. Okey. Buraya kime bakanlar alta nasıl emojiyi koysunlar. Meymun emojisi koysunlar. Okey. Buraya kime bakanlar altı meymun emojisi koysun. Siz Allah'ın cezaları videoya bakmamış emojiyi koyacaksınız. Zeynep ve Şəbnəm emojiləri sayılır ama sizinkiləri sayılır. En yaxşı izleyici adı vereceğim. Hemen emoji atan insana. Zeynep Şəbnəm hariç. İlk atan. Peki sabah Türkiye'de.
Xəzər. Xəzər mənzərəsi. Burada tarsaydı tam məntiqliydi. Gələnək burada tarsaydı. Soruşu nəyə gülürsünüz? Alma vəziyyəti, Allah alma vəziyyəti. Saat hoş 5'in resmi distribütör oldular. Burada mamama səslənirəm. Ayma, mənə bir Yusif'in konsertinə bilet alın, nə olar? Son günüdür və biz sonuncu... Sənə film kasmayacağım, o kəsəcəkdim bir sıra. Şimdi gediblərsən. Məşələr. Bugün midterm vloglarımızın son günüdür. Təhsil giriş imtahanından inşallah yaxşı çıxarıq. Buradan çıxandan sonra geciyi McDonald's-a marujna yeməyə, for the record. İnşallah buradan çıxandan sonra gedirik McDonald's-a marujna yeməyə, Allahın izni ilə. Əslində olan Nəsrin birinci çıxır və bizi qoyub gedir. O ehtimal da var. Neysə, ümumi midterm müzakirələr eləyək. Məncə, mənim ən yaxşı keçən midtermim düşünürəm ki, İngiliscə idi. Çünki hazırlaşmamışım, Allah ki, İngiliscə hazırlaşmalı zaten bir şey yoxdur. Girdim 23 aldı, çıxdım, şoka girdim də yəni. Onu gözləmirdim. Ən pis bal gələn tarixdir, amma ən çox hazırlaşdığımda tarixdir. Deməli belə bir nəticə gəlir ki, olar mən O deyim. qədər hazırlaşma gerek yox. Orada Dilşad Gil stenisivli çalışırlar. Aha, indi sevəcəklər. Neyse de okul bittiğinde falan çok yoruldum. Həqiqətən yatmamışam gecə, altı təhsil Sən anası baxacaq orada şey deyir. Anam akşam videosuna gülüyor. Belə gülməyimizə baxmayın. Həqiqətən hamımız gülürük. Vlogu yığıram, baxıram ki, hər yerdə gülürük. Amma biz mutlu deyilik. Allah bilir, biz heç birimiz mutlu deyilik bu midterm ərəfələrdə. Hamımız it kimi yoğun yerik. Kamera açanda hamımız gülürük. Elə bilməyin. Buradan yenə bir nəticəyə gəlirik ki, insan Allah artist bir varlıqdır. Xəzər çox yaxşıdır. Pres imtahanlar bizi yorur. İmtahan da hər yerdə var. Həyat imtahanlar da doldu. Ahirətdə də imtahan verəcəyik. Yəni ona görə sadəcə imtahanlara özünüzü alışdırmalısınız. Midtermlər haqqında bir fikir bildirin. Midtermlərdə yolda çox da. Çünki Nəsil çox yavaş olur. elə bir düşünmürəm ki, insanlar çox da belə işlərinə düşəndə axırda çox dəyişir nəticə. Onu yəni il boyu oxumuram var da. Yəni dəhşətli oxumuram da. Məsəl üçün tarix midtermindən bu semestr pis yazdım. Amma o demək deyil ki, nəysə boş ver, onu bağlayan mən olacaq. Yaxşı olacaq hər şey. İnşallah. Düşünürəm ki, oxumayım. Ya oxumaq lazımdır. Amma bu videonu izləyən Zeyxanın bütün tanışları və yaxud da 85 nəfər. 85 nəfər abunəçisinə və 85-dən kənar olan insanlara onu demək istəyirəm ki, hansısa bir imtahana oradan qiymət almaq üçün yox, həqiqətən onun sizə nəsə qatdığına əmin olaraq çıxın ondan. Bir də ola bilər ki, olduğunuz yerdən xoşbəxt deyilsiniz. O olduğunuz yer mütləq sizə hansısa bir xeyri vermiş olacaq. O maksimum xeyri oradan götürüb çıxın. Deyək ki, siz işləyirsiniz poçt idarəsində. Orada işləmək istəmirsiniz. Amma poçt idarəsinin mütləq ki, sizə verdiyi hansı skilllər olacaq? Alt yazıya skill bacarıq. Olacaq. Ona görə həyatı çox ciddiyə almadan yaşayın. Yandımı burada. İstə oldu buradan. Uşaqlar burada futbol oynayırlar, voleybol oynayırlar. Futbol değilmiş. Burada da voleybol oynayırlar. Burada idman yerləri var. Üniversitetimizlə biraz tanışlıq eləyək. Sonra burada voleybol oynayırlar. Heç bura üniversitet kimi istirahətdirmir. Elə bil ki, siz istirahətdəsiniz. Burada içəri otağa gələndə bilirsən ki, dərsdəsən. Burada da voleybol oynayırlar. Yuxarıdan çıxması üçün. Bəli, sonuncu midtermimizdən çıxdı. Herkes çok mutludur. Danışırdı girəndə, nəsiyyətlər verirdi. Mən də oradan şu an ağlayırıq. Psikopat hərəkətlər verirdi. Və şu an 60 gəldi. Sağ olun. Bu arada
arada ilk midterm'da da bu kombin eləmişdim, son midterm'da da bu kombin edirəm. Mənim midterm vlogunun sonunda dostlar. Midtermlərimizi verib bitirdik. İndi çıxmışıq, gəzək, biraz əylənək. Hamı gəlmir. Kimi mən niyə tez gəldim? Bəli, həmişə kimi Şəbnəm bizi gözləyir. Amma Süreyya biraz tez gəldi. Mən bugün tez hazırlaşmışam. İnana bilirsiniz, mən tez gəlmişəm. Əfsanə məni gözlətdi. Və mən ilk dəfə tez gəlirdim. Mən bunun haqlı qürurunu yaşayacaqdım. Gəl burada şəkizat çəkəcəkdim ki, baxın tez gəlmişəm. Amma işte Arada olur. mən gecikdirdim. Neysə, indi Nəsrinə Xəccəni gözləyirik. Metroda bunlar olar. İnşallah gələcəklər. Sizə yemək yiyəcək. İnşallah. Belə. Axır ki, hədiyyəsini verə bildik. Axı indi Bir aydan sonra. Bəli, 27 bir- apreldə və mənim ad günü hədiyyəm indi gəlir. unpacking videosu gələcək. İnşallah. Onu da bir aydan sonra. İndi burada Papa John'sdayıq. Nəsrin bizi dartıb gətirdi. Xəccən kombini bugün çox qəşəngdir, değil mi? Özü də qəşəngdir maşallah. Sağ ol. Sprite kim istəmişdi başqa? Kafeye gəlmişik və Şəbnəm. Yenə ağzım içindən çəkir. Gözləyirik sıramızı. Burasını paylaşmayacağım. Emin ol yaxından olur. Bir saniyə. Burada oyunlarımız var. Artist. Hala o oyunda mıyız? Dağıtmamalı. Məsələn, bu şeydir. Yox, bu deyil. Bilgimdə başa düşdü. Şəbnəm, bura var dedi. Yox, mən başlamadım bu oyunu. Vaxt çox az. Dondurma gəl, dondurma əzəlləmir, lom çevirir. Niyə vuruyorsun? Burada mənim listimdə olan kitab, Şəkər Portağalı. Ay Allah. Burada kimyagər, Axtarıb tapa bilmədiyimiz. axtarıb tapa bilmədikləri, mənim üçün nə qədər uğraşdıqları, çox sağ olsunlar. Təşəkkür edirəm. Bu mənim kafem. Görürsünüz, çox möhtəşəm. İyi var və biz bunu Nəsrinə getmişdik, Nəsrin özünə alırdı. Sonra artıq fikir verdik ki, mən bu xoşlamışam, ona görə mən alırım. Sonra burada belə siropumuz, şokolad Kukili siropdur. Aha. Şirniyyatlar və marojnalar və qəşəng tökərsən. Bəli, çox sağ olsunlar. Bitti. Təşəkkür edirəm əziz və dəyərli qrup yoldaşlarım bu hədiyyələrə görə. Tam mənim zövqümə uyğun, mən necə də tanıdıqlarını bildirdikləri bir hədiyyə oldu bu. Təşəkkür edirəm. Biz də səni öpürük, yaxşı görsün. Deməli, indi isə biz Şəbnəmlə marojna aldıq. O biri qızlar dağılışdılar. Çünki hərəsin bir işi var idi və biz bir dəfə çıxırıq şəhərə. Buradan onlara səslənirəm. Nəysə, özləri bildilər nə demək istəyirəm. Heç nə, belə. İndi çıxdıq, biraz çox qəşəng hava var. Biraz külək olsa da hava qəşəngdir. Hər kəs çöldədir, hər kəs gəziyor. Belə.